Əziz tamaşaçılar, artıq bilirsiniz ki, indiyə qədər regional televiziyada bir çox müsabiqələr keçirilib ki, bu müsabiqələrdə də regionumuzda olan ən bacarıqlı, istedadlı gənclər öz bilik və bacarıqlarını nümayiş etdiriblər və bu gün də növbəti bir müsabiqə keçirilir. Bu müsabiqədə kim qalib gələcək, kimin şansı daha çoxdur, bunu bizim dəyərli münsiflər heyətinin qərarından sonra biləcəksiniz. Biz başladıq. Bu müsabiqədə iştirak etməyimizin əsas məqsədi Müxbir olmaq. Sizcə seçilmə şansınız var yoxsa? O taliyin işidir orada. Özünüzə güvənirsiniz yoxsa? Biraz. Yox. Uğurlar. Özünüzə güvənirsiniz yoxsa? İnam var, en azından bəli. Uğurlar. Ən böyük məqsədim də paracı olmaq və düşünürəm ki, bacararam, özümə əminəm. Bəli, düşünürəm var. Yəni çoxdur məncə də. Belə gözəl televiziyada iştirak etmək bizi şərəf duyuram, ona görə işləmək istəyirəm. Ona göstərim ki, bu televiziyada işləyim. İstəyirəm ki, yaxşı aparıcı olum, uğurlar əldə edeyim. Düşünürəm ki, buna nail olacaq. Artıq 100-dən çox gənc bu müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçib. İndi onlar düzdür, həyəcanlı da olsalar bir-bir hazırlaşırlar ki, münsiflər heyətinin əyləşdiyi otağa daxil olsunlar. Getdim gördüm bir dərədə iki kar-kör kirpi, bir kar-kör kirpinin kökünü yamayır. Aşpaz Abbas aş asmış, asmışsa da az asmış. Aşpaz Abbas aş asmış, asmışsa da az asmış. Həyəcanlı deyilsin? Yox, Sizcə qalib olmaq şansınız var? özümə inanıram. Uğurlar. Niyə televiziyada işləmək qərarına gəldiniz? Yəni texniki işlərdə mən montaj işinə həvəsim var. Kompüter bilirsiniz. Montaj işinə görə gəlmişəm. Yəni fotomontaj, bir də video montajla maraqlıyım. Televiziyada işləmək qərarına Başa düşürəm də. Bütünlüklə sadəcə olaraq belə deyək də, özüm hər şeyi planlaşdırıb, film çəkib təhvil verə bilirəm. Çəkiliş barəsində bir məlumatın var? Yox. Yoxdur. Baxmırsan verilişlərə? Baxırıq. Verilişə baxırıq. Operator kimi özü görürsən orada. Hansı rayondansınız Samir xanım? Xudaş şəhərindən. Xudatdan gəlmişsiniz. Aparıcı olmaq istəyirsiniz deyəsən. Müxbir. Müxbir? Haram bitirmisiniz? Oxuyuram Sənaye Pedaqoji Kollecində. Nə üzrə? İnformatika fakültəsi. 2-ci kurs. Niyə birdən-birə qərara gəldiniz ki, müxbir olmaq istəyirsiniz? Bilmədim. Özümü sınamaq istədim. Niyə aparıcı olmaq istəyirsiniz? Fərqi yoxdur, amma aparıcı olmaq istəyərdim. Ən azından ona görə ki, intellektim buna imkan verir. Qırmızı rəng haqqında nə danışa bilərsən? Qırmızı rəngi ümumiyyətlə əhval-ruhiyyə açmaq mənasında bildirilir. Əsəbləri sakitləşdirir qırmızı rəng. Mən bir dəfə səndən eşitdim. Yəni əksinə mən bilmirəm, amma psixoloqlar deyirlər ki, qırmızı rəng əksinə insanı sıxır və qırmızı rəngdə insan çox otura bilmir. Belə tarmalı? Bəli. Sənin əsəbləri sakitləşdirir, hə? Televiziyaya nədir səni çəkən? Mən aparıcılıq. Şeir bilirsiniz? Şeir hamısı. Bir dənə şeir deyin. Sən canı canından ayrı tutmadın. Odur ki, vəfasız deyildir adım. O səni unutdu, sən unutmadın. Qoy bunu sən mahnı ilə oxu. Bunu mahnı ilə oxu. Mən düşünürəm sən bu mahnı ilə gözəl ifadə edəcəksən. Sən canı canandan ayrı tutmazdın. Odur ki, vəfasız deyildir adım. O səni unutdu, sən unutmazdın. Yaşa məhəbbətim, yaşa ürəyim.
İnşallah siz burada deməli yaradıcı heyətlə, hansı ki aparıcı, müxbir, baxacaq, bir daha söhbət eləyəcək sizlə. Bu ilkin seçim idi. Yəni bilirsiniz necə? Əslində elə insanlar var seçilib ki, onların bilgiləri, bacarıqları, bildikləri sadəcə nisbətə görə də o qədər seçim imkanımız azdır ki, o dərəcədə azdır. O yüzden çox az bilgisi olan, elementar şeyləri bilən adamı biz biraz təəccüblə baxır. Əslində hər bir orta təhsil bazasına məxsus insan onları bilməlidir. Biz biraz sevinib baxırıq. Televiziyada televiziyanı sevib işləyəsən gərək. O bir çəkilişindən, bir kadrından baxıb, bir montajdan sonra tutduğun bir nədənsə 10 dəqiqə ona bir diqqətlə, ləzzətlə, ondan həzz almadınsa, ayda mən bunu necə oldu tapdım, nə bileyim, sevinmədinsə, və yaxud bir ifadə, bir slogan, bir mətndə bir söz, bu öz uğurunu hesab eləmədinsə, nə bileyim, bu cür televiziyada ancaq dediyim kimi maaş xatirinə, iş xatirinə televiziyada işləmək olmaz. Müsabiqə çox gözəl keçdi, şəffaf keçdi. Müsiblərə təşəkkürümü bildirmək istəyirəm. İddialıyam, inanıram ki, növbəti turlardan da uğur əldə edə biləcəm. Özümə və mənimlə bura gəlmiş, müsabiqəyə qoşulmuş bütün uşaqlara uğurlar arzulayıram. Ümumilikdə hər şey yaxşı keçdi, iddialıyam, ümidliyəm. Müsabiqə 2 mərhələdən ibarət oldu. Hələlik seçildi, yaradıcı heyətə seçilmişik. Sevinirik əlbəttə ki. Çox iddialıyam və ikinci tura şans verdikləri üçün münsiflər heyətinə təşəkkürümü bildirirəm. Təbii ki, hamı bildik, mən də eyni şey deyəcəm. Yəni mən də sevindirəm ikinci yıl keçdiyimə görə. Ümidim var. Gələcək göstərər hər şeydə. Bugünkü müsabiqə 2 turdan ibarət oldu. Gözləmirdik, yəni gözlədiyimizdən də gözəl oldu. Hamısına təşəkkür edirik, münsiflər heyətinə də və bütün heyətə də uğurlar arzulayırıq. Bu müsabiqədə 142 nəfər gənc qeydiyyatdan keçmişdi. Çox fəallıqla bu müsabiqədə iştirak elədilər. Bu da gənclərin bu gün televiziyaya olan marağından irəli gəlir və bu bir daha sübut elədi ki, artıq regionda böyük bir televiziyaçılar ordusu yetişib və televiziyada işləmək istəyən gənclərin sayı həddindən artıq çoxdur. Və qeyd eləmək istəyirəm ki, 142 nəfərin içərisində istedadlı uşaqlar var idi və bu müsabiqə onu təsdiq elədi ki, bir daha təsdiq elədi ki, istedadlar gənclər arasında istedadı olan, bacarığı olan uşaqlar mütləq yəni televiziyada işə götürüləcəklər, işə alınacaqlar. Və hal-hazırda bu uşaqlarla iş gedəcək. Qeyd eləmək istəyirəm ki, RTV-nin təlim tədris mərkəzində regional televiziya bu işlə məşğul olacaq. Gənclərin daha da peşəkarcasına hazırlanmasında həmişə olduğu kimi bu dəfə də biz çalışacağıq və artıq gənclər, müsabiqədə iştirak edən bu gənclər televiziyanın 2 departamentində, yaradıcılıq və texniki departamentində öyrənəcəklər, ayrıldılar artıq, yəni öz istiqamətlərində və bundan sonra bu uşaqların, bu gənclərin yetişməsi üçün, daha puxtələşməsi üçün, televiziyaçılığın sirlərini öyrənməsi üçün qeyd etdiyim kimi televiziyamızın təlim-tədris mərkəzində onlarla dərslər keçiriləcək.